Valideynlərin bir çoxu Sovet tərbiyəsi alıblar və yaxud da ki, ilk stomatoloji təcrübələr Sovet dövrünə düşdüyünə görə o vaxt qorxurdular və yaxud da ki, edicilər yaxşı deyildi, əllərindən tutub, ayaqlarından tutub, dişlərini çəkiblər. Ona görə valideynlərdə elə bir qorxu var. Amma müasir stomatologiya tam fərqlidir. Qeyd edim ki, Nigar doktor Kinderdent komandasının uşaq stomatoloqudur. Kinderdent özü müasir uşaq stomatoloji klinikasıdır ki, burada hər növ uşaq stomatoloji yardımları göstərilir. Sedasiya altında xüsusi diqqət tələb edən uşaqlar və autizm, Down sindromu və digər diqqət yayınlığından olan həssas uşaqlar stomatoloji müalicələrdən keçir. Ona görə müasir uşaq stomatologiyası tam fərqli, daha əyləncəli, hədiyyələrlə dolu. İndi siz Kinderdent səhifəsinə girsəz, orada siz görərsiniz ki, uşaqlar necə, stomatoloji fobiyası olan uşaqlar necə əl alınır, onlarla necə söhbətlər aparılır və o qorxu olur. Və buradan valideynlərə mənim tövsiyəm odur ki, qətiyyən uşaqları iynə ilə, stomatoloqla, həkimlə qorxutmayın. Çünki onların həkim yardımına ehtiyacı olanda artıq onlar qorxu ilə gələ bilməyəcəklər.